Biz studiyada söhbətimizi davam etdiririk. Qonağı millət vəkili Azər Allahverənovdur. Azər müəllim, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm, çox sağ olun. Təbii ki, VUF 13-ün müzakirə mövzuları o qədər geniş və rəngarəngdir ki, həm də dövrümüz üçün xüsusi aktuallığı ilə seçilir. Mən istərdim ki, biz burada müzakirə olunan mövzulardan yol, nəqliyyat infrastrukturuna bir nəzər salaq və necə düşünürsünüz? Hazırda burada müzakirə olunan bu mövzular məhz gələcək şəhərsalmanın yol və nəqliyyat infrastrukturuna nə dərəcədə töhfə verəcək? Namidə xanım, məsələ bundadır ki, ümumiyyətlə şəhərsalma konsepsiyası bir sıra çox vacib bir elementləri özündə birləşdirir ki, yol infrastrukturudur əsas elementlərdən biri hesab olunur. Çünki yol infrastrukturu inkişaf etmiş olarsa, kifayət qədər təkmil bir şəkildə insanların ixtiyarına, istifadəsinə verilərsə, nəticə etibarilə iqtisadiyyatın ayrı-ayrı sahələrini də məhz onun üzərindən inkişaf etdirmək çox rahat şəkildə mümkündür. Misal üçün, uzağa getmədən, işğaldan azad olmuş ərazilərdə Azərbaycan həyata keçirdiyi böyük bərpa quruculuq işləri təbii ki, ilk növbədə orada təhlükəsizlik bir mühitin yaradılmasını, yəni ərazilərin minadan təmizlənməsini zəruridir. Yalnız bundan sonra hansısa bir infrastruktur layihələri həyata keçirmək mümkündür. Amma o böyük infrastruktur layihələrinin əsasında mina məsələsindən sonra, o təhlükəsizlik mühitindən sonra məhz yol gəlir. Misal üçün, yollar əgər çəkilirsə, yollar varsa, hərçənd ki, işğal dönəmində həmin yollar tamamilə dağıdılmış və sırf hərbi məqsədlər üçün istifadə olunurdu. Amma bu deməkdir ki, bu yolların bərpa olunması, yəni mülki məqsədlər üçün istifadəsinə uyğun şəkildə qurulması, çəkilməsini tələb edirdi. Digər tərəfdən də yeni yolların salınması mütləq idi ki, çünki böyük bir ərazidə həmin o infrastruktur layihələri həyata keçirilirdi. Bu Azərbaycan nümunəsidir, bu Azərbaycan modelidir və şəhərsalma forumunda yeri gəlmişkən Cənab Prezidentin çıxışında da, İlham Əliyevin çıxışında da bu məsələlər xüsusilə də dilə gətirildi və hörmətli Prezidentimiz faktiki olaraq o Azərbaycan modelini ön plana çəkmiş oldu öz çıxışında da. Və orada da siz diqqət yetirsəz, görəcəksiniz ki, böyük infrastruktur layihələrinin kökündə duranda məhz həmən o yol infrastrukturunun qurulması və yol infrastrukturu dedikdə söhbət tək, təbii ki, avtomobil yollardan da getmir, digər yollar növlərindən gedir. Çünki burada multimodal bir yol infrastrukturunun həmən o bərpa olunmuş ərazilərdə biz çəkildiyini görürük. Dəmir yollarıdır, beynəlxalq hava limanları və digər məsələ. Bu Azərbaycan modelidir və Cənab Prezident bu barədə danışarkən xüsusilə də bu məsələyə bir işarə etmiş olur. Amma bütövlükdə şəhərsalma konsepsiyasına biz diqqət yetirdikdə görürük, bəli, o inklüzivliyi təmin edə biləcək, insanların hərəkatını çox effektiv şəkildə təşkil edə biləcək yol infrastrukturunun olması mütləqdir ki, şəhərlər inkişaf eləsin. Onsuz da bu proses, yəni qarşısı alınmaz şəkildə idarə olunmaqda, həyata keçməkdədir. Yəni urbanizasiya prosesləri bir çox dövlətlərdə kifayət qədər sürətli və intensiv baş verməkdədir. Hətta bu günlərdə mənim də iştirak elədiyim tədbirlərdə açıqlanan rəqəmlər var idi ki, yəni artıq üzümüzə gələn 5-10 il ərzində milyardlarla insanların şəhərdə yaşayan insanların sayının 2 milyarda qədər artacağı gözlənilir. Bu çox böyük bir rəqəmdir. Əslində maraqlı bir nüans orada qeyd elədiniz və insanların şəhərlərdə sayının artması, urbanizasiyanın genişlənməsi yol infrastrukturunda hansı çətinlikləri, hansı problemləri önə çıxarır? O məsələyə mən gəlmək istəyirəm ki, əgər urbanizasiya prosesləri kifayət qədər sürətli templərlə baş verməkdədirsə, şəhər infrastrukturu da bu templərə adekvat olmalıdır. Şəhər infrastrukturu dedikdə biz həm də yol infrastrukturunu nəzərdə tuturuq. Misal üçün, elə şəhərlər var ki, o şəhərlərdə yol infrastrukturunu nə qədər istəyirsiniz inkişaf elətdirin, buna imkanlar var. Elə şəhərlər var ki, şəhərlərin quruluşu, yerləşməsi yol infrastrukturu potensialının bir qədər məhdud şəkildə insanların ixtiyarına vermiş olur. Yəni, burada şəhərlər nə qədər də say etibarilə əhali
artsa da belə şəhərin özünün genişləmə imkanları yox səviyyəsindədir və nəticə etibarilə yolu da inkişaf elətdirə bilmirsən və şəhər yüklənir. Şəhər yükləndiyi halda bir çox problemlər elə həmin o yol infrastrukturunda yaranan problemlərdən də həm də qaynaqlanır. Axı söhbət tək bizim tamaşaçılarımız bir məsələni çox əminliklə deyə bilərəm ki, çox gözəl bilirlər ki, yol infrastrukturu dediyimiz tək yer qatı üzərindən asfaltın çəkilməsindən söhbət getmir. Bizim bütün bir çox kommunikasiyalarımız, bu istər olsun kanalizasiya olsun, bu müəyyən enerji daşıyıcı olan kommunikasiyalar olsun və digər, bunlar hamısı yollar üzərindən, yəni həmin o asfalt layının qatının altından çəkilən infrastruktur kommunikasiya xətləridir. Yəni biz görürük ki, misal üçün xüsusi rabitə və digər məsələlərə diqqət yetirsək, misal üçün zaman-zaman biz onun şahidi oluruq ki, misal üçün yol çəkilir, yol çəkilən zaman digər aidiyyəti strukturlar da bu prosesə cəlb olunurlar, onlardan da rəylər toplanılır. Nə üçün? Çünki bir neçə struktur var ki, dövlətin qurumlarından söhbət gedir. Onlar həmin yol infrastrukturundan məhz öz məqsədləri üçün, yəni dövlətin müəyyən etdiyi o vəzifələr, öhdəliklər çərçivəsində öz işlərini həyata keçirmiş olurlar, öz kommunikasiyalarını çəkmiş olurlar. Və biz görürük ki, yol dediyimiz anlayış sadəcə olaraq onun piyadaların və ya nəqliyyat vasitələrinin üzərindən keçəcək bir məkan deyil. O böyük bir infrastrukturdur. Və belə olduğu təqdirdə burada ötürücülərdir, yol qovşaqlarıdır. İndi siz təsəvvürünüzə gətirin ki, bu bütün bax bu dediyim sistemi bir araya gətirsək, görürük ki, çox böyük bir şəhərin bütün ərazilərini, yəni hansısa bir ərazi belə bu prosesdən kənarda qalmır, bütün ərazilərini əhatə edə biləcək biz infrastrukturdan danışırıq. Yəni gözümüzə gətirdiyimiz şəhərin xəritəsi bütövlükdə ancaq yollardan ibarət olur. Çünki yollar olmadan şəhər ərazisi yoxdur. Misal üçün elə yollar ola bilər, elə ərazilər ola bilər ki, mənim də misal üçün Sabunçu rayonundan seçilmiş mən deputatam. Bizim qəsəbələrdə də elə yollar var ki, misal üçün məhəllələr arası yollar olsun, ya onun deyək, mülkiyyət sahibi bəlli olmayan yollar da ola bilər. Misal üçün, bu nə bələdiyyənin tabiçiliyindədir, nə də Azərbaycan Yolları Dövlət Agentliyinin tabiçiliyində, amma yol var. Yəni biz görürük ki, yəni yolsuz olan məkan yoxdur. İndi yolun hansı səviyyədə olması o başqa bir məsələdir təbii ki. Və mən bir deməli məlumatı diqqətinizə çatdırmaq istəyirəm ki, elə forum çərçivəsində bağlantının mərkəzində şəhər yenidən qurması və regional əməkdaşlıq mövzusunda da dünən belə bir tədbir keçirildi və orada Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev belə bir fikir səsləndirdi ki, dünya təcrübəsi göstərir ki, daha çox yol tikmək küçələrdəki tıxacları aradan qaldırmaq deyil. İstərdim bu fikrə də bir aydınlıq gətirək. Çünki belə bir fikirləri də biz tez-tez eşidirik ki, yeni yollar çəkilməlidir, yeni yollar salınmalıdır və bu zaman tıxaclar müəyyən mənada %90% aradan qaldırılacaq. Yəni bu nə dərəcədə dünya praktikasında belə bir ənənə var? Faiz məsələsi bir qədər bəlkə də mübahisə doğura bilən bir hal ola bilər. Çünki 90% bunun aradan qaldırılması təbii ki, çox biraz inandırıcı gəlməz. Nə üçün? Çünki reallıq ondan ibarət ki, əgər bir şəhərin yəni əhali daşıma yükü deyək 1,5 milyon, 2 milyonsa və həmin şəhərdə 3 milyondan çox əhali yaşayırsa, bu artıq bütün strukturların yüklənməsi, o cümlədən də yolların yüklənməsi deməkdir. Və ya heç uzağa getməyək. Misal üçün, Azərbaycanda qeydiyyatda olan nəqliyyat vasitələrinin 85%-i əgər Bakı şəhərindədirsə, bu da 1 milyondan yuxarı nəqliyyat vasitəsi deməkdir. Və şəhərin buna uyğun nə qədər potensialı ola bilər. Yəni şəhərin, necə ki biz danışırıq ki, əhali götürmə gücü nədən ibarətdirsə, eyni zamanda da istənilən şəhərin də nəqliyyat vasitələrini götürmək gücü olmalıdır da. Yəni bu ola bilməz ki, 1 milyonluq şəhərdə 2 milyon avtomobil olsun. Yəni bu mümkünsüzdür. Və xüsusilə də əgər nəzər alsaq ki, bu infrastruktur problemi olan bir şəhərlərdən əgər danışırıqsa. Amma Azərbaycanın Bakı şəhərinə gəldikdə isə təbii ki, yol infrastrukturunun təkmilləşdirilməsi bu zaman-zaman həmən o gedən şəhərin böyüməsi, əhalinin artımı, nəqliyyat vasitələrinin sayının çoxalmasına adekvat şəkildə
həyata keçirməli olan bir fəaliyyətdir. Və bunun üçün də təbii ki, bu qeyd etdiyim kimi bir qədər əvvəl qeyd elədim ki, yol arteriyaları, yəni burada qovşaqlar da, burada yol ayrıcıları da, tunellərin inşa olunması, yerüstü körpülərin verilməsi və digər məsələlər, bunlar hamısı təbii ki, mütləq olmalı və qabaqcıl təcrübəni öyrənmək şərti ilə, nəzərə almaq şərti ilə və real vəziyyəti dəyərləndirdikdən sonra icra olunmalı olan məsələlərdir. Amma burada bir vacib nüans nədən ibarətdir? Yollar, bəli, yollar iqtisadiyyatın inkişafının əsasını qoya biləcək infrastrukturlardan biri hesab olunur. Çünki yol üzərindən bu inkişaf templərini də müəyyənləşdirmək üçün. Misal üçün, hansısa bir bölgədə siz çox yaxşı bir dənə zavod inşa edə bilərsiniz. Misal üçün, çox zavod strateji məhsul hazırlaya biləcək, ölkənin bəlkə də ÖDM birbaşa olaraq təsir göstərə biləcək, xarici bazara çıxarılması olan, tələb olunan bir məhsul. Əgər o zavodu tamamilə yol infrastrukturundan kənar bir şəraitdə siz təcrid olunmuş qaydada inşa etmiş olsanız, o zavodun heç bir faydası olmayacaq iqtisadiyyata. Yəni, məhz bu vəzifələrin yerinə üçün ilk əvvəl yol infrastrukturu qurulmalıdır. Amma o məsələyə gəldi sizə, tamamilə razıyam, yol infrastrukturu tək nəqliyyat vasitələrinin və ya piyadaların və ya sərnişinlərin, yəni yol hərəkəti iştirakçılarının hərəkətini təmin edə biləcək bir infrastruktur olmalı deyil. Bütövlükdə yol infrastrukturu mobilliyi təmin edə biləcək bir infrastrukturdur. Mobillik dedikdə burada hərəkəti təmin edə biləcək, yəni tıxaclar məsələsinə gəldikdə, misal üçün ağıllı şəhər konsepsiyası eyni zamanda intellektual idarə etmə prinsiplərində nəzərdə tutulur. Yəni burada o tıxacların məsələsi necə həll oluna bilirmi? Baxın, biz bir neçə dəfə, sizlə bir dəfə səhv eləmirəmsə, çox yaxın vaxtlar, hansısa bir, bəlkə ola bilər, bir ay bundan qabaq bu mövzuya biz... VUF öncəsi idi, səhv eləmirəmsə. Biz bu mövzuda danışdıq ki, bu tıxac məsələsini həll etmək necə mümkündür. Mən hərçən ki, uzun müddətdir, yəni o BMT-nin yol təhlükəsizliyi proqramında Azərbaycan üzrə fəaliyyətdə olan bir şəxs olmuşam və çox sayılı, 10 il ərzində çox sayılı bu istiqamətdə həm araşdırmalarımız olub, həm tədqiqatlarımız, amma sonra bu sahədən uzaqlaşmışlar. İndiki şəraitdə nə etmək mümkündür? Yəni, məsələ bundadır ki, biz artıq yüksək texnologiyalar dövründə yaşayırıq. Yəni 25-30 il bundan qabaq, hətta tıxac olsa da belə tıxacı bəlkə də olabsa ənənəvi yollarla aradan qaldırılması məsələsi barədə danışa bilərdi. Amma bugün artıq hər şey üçün yüksək texnologiyalar, süni intellekt proqramları çox rahat şəkildə idarə edə bilir. Bir şərtlə ki, orada hansısa bir şəkildə deyək, subyektiv müdaxilələr olmasın. Əgər müdaxilələr varsa, bu artıq subyektivliyə səbəb ola bilər. Yəni yol infrastrukturunun özünün söhbət əgər Bakı şəhərindən gedirsə, yəni belə bir yuxarıdan buna bir baxış, bir sərgiləmiş olsaq, indi ki, Allah'a şükür, bizim Azərbaycanın Sputnikləri də var və s. və bu çox rahat şəkildə idarə olunan bir prosesdir. O, çox xüsusi proqramlar vasitəsilə nəqliyyat axınının intellektual idarə etməsini təmin etməklə çox rahat şəkildə bunu həyata keçirmək və ya həllini tapmağı mümkün olan məsələlərdən biri kimi dəyərləndirirəm mən. Sual versəz ki, misal üçün, burada problemi yaradan, problem təbii ki, köklüdür. İndi biz dəfələrlə bu barədə danışırıq. Misal üçün, hansısa bir iki zolaqlı bir yolda bir zolağı avtobus zolağı kimi ayırırsa, təbii ki, bir zolaqdan saat ərzində mindən çox avtomobil hərəkət edirsə, orada mütləq tıxac olacaqdır. Yəni, bu bir mənacaq. Yəni, bunlar hamısı araşdırılmalı yerlərdə. Misal üçün, Bakı şəhərini, Bakı şəhərini götürsək, misal üçün, əsas tıxac olan əraziləri, misal üçün, xüsusilə də pik saatlarında o tıxaclar baş verirsə, siz baxsaz, orada tıxacların yaranmasının səbəblərin kökündə demək olar ki, eyni səbəblər durur. Yəni, ən azından bu sıralamaya siz diqqət yetirsəz. Misal üçün, 2-3 axından, yoldan hərəkət edən avtomobillər gəlir, bir dar yola daxil olur. Burada el arasında buna butulka effekti deyirlər. Yəni, o 3 istiqamətdən gələn maşınların bir istiqamətdə yola daxil olması təbii ki, istənilən halda tıxaca səbəb olur. Və tıxac həmin ərazidə olarkən digər qonşu ərazilərə də sirayət edir və qonşu ərazilərə sirayət edəndə digər ərazilərə də iflic vəziyyətə salmış olur. Deməli, burada elə bir, siz dediyiniz kimi, elə bir yollar inşa olunmalıdır ki, həmin 3 yoldan, 4 yoldan avtomobil gəlib bir yola daxil olmamalıdır. Deməli, burada alternativlər vermək lazımdır. İndi alternativləri necə vermək lazımdır? Şəhər salma prosesi sürətlə gedir Bakı şəhərində və biz görürük ki, yeni dünənə qədər bir mərtəbəli olan məhəllələrdə bugün uzun, hündür mərtəbəli göydələnlər var, böyük bir ərazini əhatə etmiş olur. Əgər dünənə qədər həmin ərazidə aşağı-yuxarı deyək, 300-500 ailənin
ortalama istifadə elədiyi bir 150 avtomobil var idisə və onun 4 tərəfində nəqliyyat vasitəsini saxlama imkanı var idisə, amma bu demək olar ki, çox bəli, həmin ərazidə 17-21 mərtəbəli, hündür mərtəbəli binalar inşa olunursa, burada minlərlə ailə köçülür və ailələrdə də ən azından 1,5-2 maşınla götürərsə olsaq, yəni bu əmsalla götürərsə olsaq, bir maşın götürsək, həmin o 150 maşının zamanında saxladığı ərazidə 1500 maşın saxlaması üçün yerlər yoxdur. Hətta o binanın altında belə qaraj 2 mərtəbəli belə istifadə verilirsə, yenə də bunu ödəmir. Nə üçün? Çünki bunlar hamısı müəyyən mənada hesablanmalı və nəzərə alınmalı olan məsələdir. Təəssüflər olsun. Və necə düşünürsünüz? Məhz bu cür tədbirlərin keçirilməsi, Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi, bu cür problemlərin həll istiqamətləri ilə bağlı yeni bir çıxış yolları gündəmə gətirə bilərmi? Beynəlxalq təcrübənin öyrənilməsi, məhz siz dediyiniz o həll yollarının tapılmasına xidmət edən əsas işlərdən biridir. Mən bir neçə gündür ki, bu tədbirlərdə iştirak edirəm. Bəzi deməli sessiyalarda da oldum. Amma sessiyalara mən diqqət yetirəndə orada nəyi gördüm? Orada daha çox cəmiyyətin həssas qruplarının şəhər salma prosesi həyata keçirilən zaman maraqlarının nəzərə alınması, inklüzivliyin təmin olunması, əlillərin hərəkətini təmin edə biləcək, həssas qruplardan olan deyək uşaqların və digər əhali qruplarının hərəkətini, mobilliyini təmin edə biləcək bir infrastrukturun yaradılması, əyləncə yerləri, parklar və digər məsələlər yer gəlmişdir bizim üçün də, elə mənim Sabunçu rayonum üçün də çox aktual olan bir mövzulardan biri. Məsələn, Zabrat qəsəbəsində bir park yoxdur. Yəni insanlar uşaqlarını çıxardıb gəzdirmək üçün bir yer yoxdur. Hansısa bir uzaq bir məsafəyə getməlidir. Bunu hər ailə də bu imkana malik olmadığı təqdirdə artıq məsələ öz aktuallığı ilə bürüzə verməkdə olur və biz bunu dəfələrlə qaldırmışıq aidiyyəti struktura qarşısında. Bu beynəlxalq təcrübənin öyrənilməsi bax bu kontekstdə daha çox gözə çarpır. Amma bizim bax bu danışdığımız mövzu ətrafında da müzakirələrin aparılması, xüsusilə də ixtisaslaşmış qurumların bu prosesdə həll yollarını nədə görürlərsə, bax onun öyrənilməsi. Məsəl üçün Çin təcrübəsinə baxaq. İndi burada mən bilirəm ki, Şəhərsalma Forumunda Çindən də nümayəndə heyətinin gəldiyini gördük. Onların bir neçəsindən də mənim təmasım oldu, söhbətimiz oldu. Misal üçün, kifayət qədər böyük megapolisləri olan və əhalinin çox sıx yaşadığı nəqliyyat vasitələri çox olan bir biz ölkədən danışırıq Çindən. Bugün avtomobil bazarında artıq birinci yeri tutubdur Çin istehsal elədiyi avtomobil və satışa çıxartdığı avtomobil sayına görə. Amma bununla yanaşı onlarda da bu proses bəzi hallarda qabarıq şəkildə bildirilməkdədir. Məsələn, Ayar əyalətlərdən Sinxuan əyalətinə olan bir şəxslə mən söhbət edirəm. Əyalətdə 27 milyon əhali yaşayır. Çox kifayət qədər çox vəsə. Deməli, amma nəqliyyatın idarə olunması məsələlərində, xüsusilə nəqliyyat axınlarının idarə olunması məsələsində çox qabaqcıl təcrübələrə malikdir. Yəni bu tip təcrübələrin öyrənilməsi baxımından da Şəhərsalma Forumu olduqca vacibdir. Təşəkkür edirəm sizə Azər müəllim. Çox sağ olun. Bir daha xatırladım ki, qonağı millət vəkili Azər Allahverənov idi. Biz Azər müəllimlə məhz VUF 13 çərçivəsində müzakirə olunan mövzulardan yol infrastrukturu necə olmalıdır və burada Azərbaycanın rolu və təcrübəsindən danışdıq.